Salam hörmətli müəllimlər, bugünkü dərsimiz əyirgənlik hərəkət qabiliyyəti olacaq. Baxaq əyirgənlik qabiliyyəti nədir? Əyirgənlik qabiliyyəti insanın bərabər hərəkət aparatının morfofunksional xüsusiyyəti olub, hərəkətlərin mümkün olan geniş amplituda ilə icrası qabiliyyətidir. İnsanın dayaq hərəkət aparatının morfofunksional xüsusiyyətləri olub, hərəkətləri mümkün olan geniş amplituda ilə icrası qabiliyyətidir. Amplituda nədir? Amplitudaya bir nəzər yetirək. Amplituda tarazlıq vəziyyətindən uzaqlaşan nöqtələr arasında olan məsafə. Yəni, hərəkətin son həddi. Yəni, tarazlıq vəziyyətindən uzaqlaşan nöqtələr arasında vəziyyətdir və məsafədir, hərəkətin son həddi. Yəni, bir növ bundan artığını edə bilmərsən sən. Hərəkətin son həddidir. Tarazlıq vəziyyətindən uzaqlaşan nöqtələr arasında olan məsafədir, hərəkətin son həddi. Ondan o tərəfə mümkün deyil ki, sən hansısa hərəkəti bir növ icra edəsən. Bir də təkrar edək. Əyirgənlik qabiliyyəti insanın dayaq hərəkət aparatının morfofunksional xüsusiyyətləri oldu. Hərəkətlərin mümkün olan geniş amplituda ilə icrası qabiliyyəti oldu. Amplituda nə oldu? Tarazlıq vəziyyətindən uzaqlaşan nöqtələr arasında olan məsafə hərəkətin son həddi oldu. Bədən əymə qabiliyyətinin kifayət qədər olmaması hərəkət koordinasiyasını çətinləşdirir, bədənin yerdəyişmə sərbəstini azaldır. Yəni, insanlarda bədən əymə qabiliyyətinin bir növ kifayət qədər olmaması hərəkət koordinasiyasını çətinləşdirəcək, bədənin yerdəyişmə sərbəstini azaldacaq. Bədən əymə qabiliyyəti 6-11 yaş dövründə daha yaxşı inkişaf edir. Hər bir hərəkət qabiliyyətimizin öz inkişaf yaş dövrü var. Bədən əymə qabiliyyəti də 6-11 yaş dövründə daha yaxşı inkişaf edir. 5-11-ci siniflərdə bədən əymə qabiliyyətinin inkişaf məqsədi ilə ayrılmış tədris vaxtı yuxarı siniflərə doğru azaldılmışdır. Yəni, bu nədir? Bizdə hər sinif üçün ayrılmış tədris vaxtı var, hər bir hərəkət qabiliyyətimiz üzrə. Bədən əymə qabiliyyəti üçün ayrılmış tədris vaxtı yuxarı siniflərə doğru azaldılır. Nəyə görə azaldılır? Çünki bədən əymə qabiliyyətinin inkişafı üçün 6-11 yaşdır. 6-11 yaşdır, daha intensiv yaş dövrü. Biz 11-ci sinifdə, belə 5-ci sinifdə 10 saat tədris vaxtı ayrılıbsa, bədən əymə qabiliyyəti üçün ged-gedə yuxarı siniflərə doğru həmən o tədris vaxtı azaldılır. Gəlib 11-ci sinifə gəlib çatanda arası 5 saat, 6 saat təxminən bədən əymə qabiliyyətinə aid bir növ dərslər ayrılır. Aşağı siniflərdə bədən əymə qabiliyyətinin intensiv inkişafı üçün daha əlverişli yaş dövrü hesab edilir. Bəli, aşağı siniflərdə, ibtidai siniflərdir, yəni aşağı 6-11 yaş arası uşaqlardır. Ayrılmış bir növ intensiv inkişafı üçün daha əlverişli yaş dövrü hesab edilir. Əyirgənlik qabiliyyəti, bədən əymə qabiliyyəti digər hərəkət qabiliyyətinin əlaqəsinə baxaq. Dözümlülük və çeviklik qabiliyyətlərinə sıx əlaqəlidir. Bədən əymə qabiliyyəti dözümlülük və çeviklik qabiliyyətlərinə sıx əlaqəli olacaq. Funksional sistemlər əlaqəsinə baxaq. Bədən əymə qabiliyyəti əzlər, bağ aparatı, oynaqlar və mərkəzi sinir sistemi ilə sıx əlaqəlidir. Funksional sistemlər əlaqəsi. İnkişaf metodlarına baxaq. Bədən əymə qabiliyyətinin inkişafı üçün təkrar seriyalı, fasiləli və sair digər metodlardan istifadə edib bədən əymə qabiliyyətini bir növ inkişaf etdirmək olar. Əyirgənliyin inkişafına təsir edən faktorlar, yəni bədən əymə qabiliyyətimizin inkişafına təsir edən faktorlar var ki, onlara bir nəzər yetirəcəyik. Yaş. Bədən əymə qabiliyyəti 6-11 yaş arasında qeyd etdiyimiz kimi 6-11 yaş dövründə daha yaxşı, daha intensiv inkişaf edir. Kiçik və orta yaşlı məktəblərdə daha səmərəlidir. Yəni, kiçik yaşlı uşaqlarda bədən əymə qabiliyyəti daha yaxşı, daha intensiv inkişaf etmiş sayılacaq. Cins. Qızlarda bədən əymə qabiliyyəti oğlanlara nisbətən 20-30% daha çox. Qadınlarda bədən əymə qabiliyyəti oğlanlara nisbətən 20-30% daha çox olacaq. Genetika. Genetika,
Genetika dayaq ərəkiş aparatının anadan gəlmə xüsusiyyətləri və bağlanan elastikliyi ərgənliyə birbaşa təsir göstərir. Genetika bəli, anadan gəlmə. Biz hərəkət qabiliyyətlərinin tərifinə baxanda hərəkət qabiliyyətlərində tərifinə deyilir ki, anadan gəlmə və həyatda qazanılmış. Bədən əlmə qabiliyyəti də bizlərdə bir növ həm anadan gəlmə olur. Yəni uşaq bir növ elastik də olur, sonradan onu bir növ inkişaf etdirir. Müəyyən yaşdan sonra bədənin əlmə qabiliyyəti bir növ inkişaf etdirmək məhdudlaşır və hətta qeyri-mümkün bir hala gəlir ki, 30-35 yaşlı kimlərdə ərgənlik qabiliyyətini inkişaf etdirmək yəni qeyri-mümkün bir haldır. Yəni burada müəyyən yaş dövrü var ki, 6-11 yaşda daha intensiv inkişaf edir və bunu gec-gedə bir növ inkişaf etdirməlisən ki, müəyyən yaşa qədər bədənin əlmə qabiliyyəti inkişaf etsin. Psixoloji amillər, emosiyalar, motivasiyalar bədən əlmə qabiliyyətinə təsir edən əsas faktorlardır. Yəni, psixoloji amillər də təsir edir, emosiyalar, motivasiyalar bədən əlmə qabiliyyətinin inkişafına təsir edən faktorlar. Günün vaxtı, bəli, günün vaxtıdır. Adətən günün səhər vaxtlarında bədən əlmə qabiliyyəti az, axşam vaxtlarında isə xeyli yüksəkdir. Yəni, bədən əlmə qabiliyyəti inkişaf etdirmək üçün daha yaxşı axşam vaxtlarında bədən əlmə qabiliyyətini inkişaf etdirmək daha məqsədə uyğundur. Səhər vaxtlarında ərgənlik az olur, axşam vaxtlarında isə ərgənlik qabiliyyəti xeyli yüksək olur. Temperatur. Ərgənliyin təzahürünü havanın temperaturundan da asılıdır. İsti mühit müsbət təsir göstərəcək. Yəni, günəşli hava, isti mühit, isti ortam ərgənlik qabiliyyəti inkişafına müsbət təsir göstərir. Günəş vannası, duşlu və s. Yəni, isti mühit bədən əlmə qabiliyyəti inkişafına təsir göstərir. Qızışdırıcı hərəkətlər. Qızışdırıcı hərəkətlərin kifayət qədər icra olunması ərgənlik qabiliyyətini artırır. Yəni, bədənin qızışdırma hərəkətləri var. Bunların kifayət qədər icra olunmalıdır ki, bədən əlmə qabiliyyəti daha da yaxşı inkişaf etsin və zədələnmələr falan baş verməsin. Bədən əlmə qabiliyyətinin təzahürünü şərtləndirən amillərə baxaq, təzahür amillərinə baxaq. Əzəlinin boşalma qabiliyyəti. Qızışdırıcı hərəkətlərin kifayət qədər icra olunması. Günün vaxtı. Qeyd etdik, səhər saatlarında bədən əlmə qabiliyyəti aşağı olur, axşam vaxtlarında isə daha yüksək. Cinsi məsuliyyəti. Dedik ki, qadınlarda bədən əlmə qabiliyyəti olanlara nisbətən daha çox. Dayaq ərəkiş aparatının genetik xüsusiyyəti. Bağlanan elastikliyi və əzələ tonusu və ətraf mühitin hərarəti bədən əlmə qabiliyyətinin təzahürü amilləri. Növbəti. Bədən əlmə qabiliyyətinin iki tərkib komponenti var. Hansılardır? Oynaqların mütərrikliyi və əzələ bağ aparatının elastikliyi. Bədən əlmə qabiliyyətinin iki tərkib komponenti olur. Oynaqların mütərrikliyi və əzələ bağ aparatının elastikliyi olur. Oynaqların mütərrikliyi oynaqların hərəkət sərbəstliyi və diapazonudur. Oynaqların sərbəstliyi və diapazonu. Əzələ bağ aparatının elastikliyi isə əzələlərin və bağların uzanma və əvvəlki vəziyyətə qayıtma qabiliyyətidir. Bu göstəricilərin, yəni oynaqların mütərrikliyi və əzələ bağ aparatının elastikliğinin bu göstəricilərin hər hansısa birinin tələb olunan səviyyədə olmaması, oynaqların mütərrikliyinin və əzələ bağ aparatının elastikliğinin hər hansısa birinin tələb olunan səviyyədə olmaması ərgənlik qabiliyyəti üzrə arzu olunan nəticələrin əldə olunmasına imkan vermir. Yəni, həm oynaqların mütərrikliyi, həm əzələ bağ aparatının elastikliyi yəni, tələb olunan səviyyədə olmalıdır. Tələb olunan səviyyədə olmaması ərgənlik qabiliyyəti üzrə arzu olunan nəticələrin əldə olunmasına imkan verməyəcək. Növbəti. Fiziki tərbiyə prosesində ümumi və xüsusi əlmə anlayışları da mövcuddur. Ümumi ərgənlik nədir? Xüsusi ərgənlik nədir? Bunları da bir nəzərə yetirək. Ümumi ərgənlik dayaq ərəkiş aparatının nisbətən
iri oynaqlarında hərəkətin maksimal amplitudası müəyyənləşdirilir. Yəni dayak hərəkət aparatını hərəkətlər iri oynaqlarda bir növ maksimal amplituda ilə müəyyənləşdirilir. Xüsusi ərgənlik isə hər hansı hərəkət fəaliyyətin icra üsulunun müvafiq amplituda yerinə yetirilməsi təyin olunur. Yəni ümumi ərgənlik oldu. Dayak hərəkət aparatının iri oynaqlarında baş verir bunlar. Hərəkətin maksimal amplitudası yerinə yetirilir. Xüsusi ərimə qabiliyyəti oldu isə hər hansı hərəkət fəaliyyətin icra üsuluna müvafiq amplituda ilə yerinə yetirilməsidir. Bədən ərimə qabiliyyətinin inkişafı üçün istifadə olunan hərəkətlər 4 qrupa bölünür. Hansılardır? Statik hərəkətlər, dinamik hərəkətlər, fəal və qeyri-fəal hərəkətlərdir. Bədən ərimə qabiliyyətinin inkişaf etdirilməsi üçün istifadə olunan hərəkətlər 4 qrupa bölündür. Statik, dinamik, fəal və qeyri-fəal hərəkətlərdir. İndi bir-bir bunları nəzərə yetirəcəyik. Statik hərəkətlər nədir? Dinamik, fəal, qeyri-fəal hərəkətlər nədir? Bunları nəzərə yetirəcəyik. Statik hərəkətlər. Statik ümumiyyətcə sabit, hərəkətsiz qalmaq demək. Sabit, eyni vəziyyətdə və hərəkətsiz qalmaqdır. Şəkildən də göründüyü kimi şagird dayanmış vəziyyətdən qolların bir növ irəli əyib, əllərini yerə toxundurur və həmən vəziyyətdə də qalır. Bu statik hərəkətdir. Statik hərəkətlər xüsusi qurğular olmadan hərəkətsiz əzələ gərginliyi. Xüsusi qurğu yoxdur və hərəkətsiz əzələ gərginliyidir. Statik jimnastika bədəni hərəkətsiz qoysa da əzələlər ciddi gərginlik yaşayır. Bəli, statik hərəkətlər bədəni hərəkətsiz qoyur. Yəni şagird əyilib və eyni vəziyyətdə də statik vəziyyətdə qalır. Yəni sabit hərəkətsiz vəziyyətdə şagird qalıb orada. Yəni bədəni bir növ hərəkətsiz qoyur və əzələlər ciddi gərginlik yaşayır statik hərəkətlərdə. Dinamik hərəkətlər nədir? Dinamik hərəkətlər adından da göründüyü kimi dinamika var. Dinamik hərəkətlər zamanı bədənin müxtəlif hissələri eyni anda hərəkət edir. Baxın, şagird dayanmadan mayalaşır və bu dinamik sayılır. Bədənin müxtəlif hissə oynaqlardır, əzələ və bağlardır, eyni anda hərəkət edir. Dinamik hərəkət. Statik, sabit hərəkətsiz qalmaq deməkdir. Yəni, xüsusi qurğular olmadan əzələ gərginliyidir. Statik jimnastikada bir növ bədən hərəkətsiz vəziyyətdə qalır. Dinamikdə isə holaylanma yayvari hərəkətləri icra edirik. Yəni, bədənin müxtəlif hissələri eyni anda hərəkət edir. Fəal hərəkətlər nədir? Qeyri-fəal hərəkətlər nədir? Bunları da nəzərə yetirək. Fəal hərəkətlər hər hansı oynağı əhatə edən əzələnin təqəllüsü hesabına baş verən əyilmədir. Yəni, burada görə idmançı köməksiz, kənardan kömək almamaq şərti ilə hərəkətin icrasıdır. Fəal, oynağı əhatə edən, əzəlinin təqəllüsü hesabına baş verən əyilmədir. Şagird burada göründüyü kimi körpü vəziyyətdə edir. Fəal, yəni kənar təsir də buna yoxdur. Kənardan kömək almamaq şərti hərəkətin icrasıdır. Bu fəal hərəkət sayılır. Yəni idmançı hərəkəti özü icra edir və kənardan kömək almamaq şərtinə olan hərəkətin icrasıdır. Fəal əyilgənlik. Qeyri-fəal isə əksinə. Qeyri-fəal əyilgənlik kənar təsirin köməyi ilə yerinə yetirilən hərəkətlərdir. Qeyri-fəalda fəaldan əksinə olaraq fəalda köməksiz əzələ bir növ baş verən əyilmədir. Kənar təsirdən hər hansı oynağı əhatə edən əzəlinin təqəllüsü hesabına baş verən əyilmə fəal oldu. Qeyri-fəal isə kənar təsirin köməyi ilə yerinə yetirilən hərəkətlərdir. Burada kənar təsiri var. Kənar təsir qurğu ola bilər, ağırlıq, yoldaş, yaxud müəllim və s. ola bilər. Kənar təsiri burada divar, şagird körpü vəziyyətini edir və divardan kömək alır. Və körpü vəziyyətini edir. Ancaq fəalda heç bir kömək yoxdur. Qeyri-fəalda kənar təsiri var. Oynaqların mütəlliyi dərəcəsini artırmaq üçün istifadə edilir. Yəni,
Bu hərəkətlər əsasən oynaqların mütərilik dərəcəsini artırmaq üçün istifadə olunur. Qeyri-fəal əyilmə həmişə fəal əyilmədən böyükdür. Bəli, qeyri-fəal əyilmə fəal əyilmədən də bir növ böyük olacaq. Orqanizmin funksional vəziyyəti əyilgənliyə təsir göstərir. Orqanizmin funksional vəziyyəti. Fəal əyilgənliyi var, qeyri-fəal əyilgənliyi var. Bunlara toxunduq. Orqanizmin funksional vəziyyəti, yəni yorğunluq, fəal əyilgənliyi azalır, yorğunluqda. Qeyri-fəal əyilgənliyi isə artır, müsbət təsir göstərir. Yəni yorğunluq fəal əyilməyə mənfi, qeyri-fəal əyilməyə isə müsbət təsir göstərəcək. Yorulma təsiri ilə fəal əyilmə qabiliyyəti azalır. Yəni yorulmada fəal əyilmə qabiliyyəti azalacaq. Lakin qeyri-fəal əyilmə qabiliyyəti isə artacaq. Yorulma fəal əyilgənliyə mənfi təsir göstərir. Lakin qeyri-fəal əyilgənliyin yaxşılaşmasına şərait yaradır. Yəni müsbət təsir göstərir. Növbəti. Dinamik hərəkətlər, dinamik fəal, dinamik qeyri-fəal, statik fəal, statik qeyri-fəal bu hərəkətləri nəzərə yetirək. Dinamik fəal hərəkətlərə toxunaq. Dinamik, bayaq qeyd etdiyimiz kimi, olaylanma yayvari hərəkətlərdir. Bədənin müxtəlif hissələri eyni anda hərəkət edir. Fəal hərəkətlər isə idmançı, şagird fəal hərəkətlərdə hərəkəti özü yerinə yetirir. Burada dinamik gördüyün kimi idmançı burada dayanmadan hərəkəti yerinə yetirir. Dinamik hərəkətdir. Və fəal hərəkətdir. Həm idmançı hərəkəti özü icra edir, bu oldu. Fəal və hərəkət hansı? Dinamik hərəkətdir. Dinamik fəal hərəkətlər zamanı, ikisi bir yerdə dinamik fəal olur. Dinamik fəal hərəkətlər zamanı məşğul olan şəxs sərbəst olaraq bədəni və oynaqları ilə müxtəlif yaylı fırlanma və yelləmə hərəkətləri icra edir. Hərəkətlərin maksimal amplituda icra edir. Dinamik dedik ki, yayvari, olaylanma, fırlanma hərəkətlərdir. İdmançı hərəkəti özü icra edir, dinamikdir və dinamik hərəkətdir və kömək və fəal hərəkətdir, fəal hərəkət sayılır. Dinamik fəal, ikisi bir yerdə olur, dinamik fəal. Yəni idmançı dayanmadan yayvari fırlanma hərəkəti edir, bu oldu dinamik və hərəkəti özü icra etdiyinə görə oldu fəal. Oldu ikisi bir yerdə, dinamik fəal hərəkət. Dinamik qeyri-fəala baxaq. Dinamik qeyri-fəal burada görürük kömək. İdmançı bir növ salto hərəkətini yerinə yetirir. Salto vurur idmançı və kimsə ona, yoldaş, müəllim falan kömək edir. Dinamik qeyri-fəal hərəkətlər zamanı məşğul olan şəxs kənar qüvvədən kömək alaraq ətraf mühitdən öz ağırlığından və dartma hərəkətlərindən maksimal istifadə edəcək. Dinamik qeyri-fəal. Dinamik eynən salto hərəkətini eləyir, idmançı dayanmır, dinamika var burada və kimsə buna kömək edir. Oldu ikisi bir yerdə, dinamik və qeyri-fəal. Kimsə kömək edəndə olur qeyri-fəal, idmançı da dayanmadan hərəkət yerinə salto vurur orada və ona kömək var. İkisi bir yerdə olur, dinamik, qeyri-fəal hərəkət oldu. Statik fəal hərəkətə baxaq. Statik qeyd etdiyimiz kimi sabit hərəkətsiz qalmaq deməkdir. Statik hərəkətlər deyir, bədəni hərəkətsiz qoysa da əzəllər ciddi gərginlik yaşayır. Statik fəal hərəkətə baxaq. İdmançı körpü vəziyyətlidir. Körpü vəziyyətlidir, statik. Körpü vəziyyətlidir, dayanır, statik. Və kömək yoxdur buna. Kömək olmayanda hansı hərəkət olur? Fəal hərəkət. Həm statik oldu, həm də fəal hərəkət. Statik fəal hərəkətlər zamanı məşğul olan şəxs sərbəst olaraq bədənin və ya oynaqların lazım olan hissəsinin maksimal amplitudanın son vəziyyətində 6-10 saniyə ərzində saxlayır. Yəni burada statik idmançı statik olaraq dayanır, yəni hərəkətsiz vəziyyətdə dayanır və kimsə buna kömək etmir. İkisi bir yerdə olur, statik fəal hərəkət. Statik qeyri-fəal olur. Statik qeyri-fəal hərəkətdə burada göründüyü kimi şagird oturmuş vəziyyətdə irəliyə əyilir və kömək var burada. Eynən statik hərəkətdir,
Statik oturmuş vəziyyət irəli əyilir və həm eyni vəziyyətdə dayanır. Statik hərəkət. Əlavə olaraq kömək var. Kömək hansı hərəkətlərdə olur? Qeyri-fəalda kömək var idi. Qurğu, müəllim, dost, yoldaş və s. Statik durduğu vəziyyət statikdir və qeyri-fəaldır. Çünki kənardan təsir var, yoldaşı onun kürək hissəsindən bir növ irəliyə sıxır. Statik qeyri-fəal hərəkət sayılır. Statik qeyri-fəal hərəkətlər zamanı məşğul olan şəxs kənardan kömək etməklə bədənin və ya oynaqların lazım olan hissəsini maksimal amplitudasının 6-10 saniyə ərzində saxlanılmasıdır. Oldu ikisi birlə statik qeyri-fəal hərəkət. Qarışıq hərəkətlərə bax. Qarışıq hərəkətlər zamanı qarışıq hərəkətlər fəal qeyri-fəalın bir növ qarışığı yoxdur. Qarışıq hərəkətlər dinamik statikin qarışığı var ki, qarışıq hərəkətlər zamanı məşğul olan şəxs bir ayağı ilə irəli arxaya 12 dəfə. Baxın, ox işarəsi. İrəli arxaya bir ayağının bir növ qolaylanma hərəkəti icra edir. Maksimal amplituda ilə yerlənmə hərəkəti edir. İrəlidə ayağın müəyyən bir dayaq üzərində maksimal amplituda ilə 6-10 saniyə müddətində saxlayır. Yəni bu oldu dinamiklə statikin qarışığı oldu ki, statik sabit hərəkətsiz qalmalı. Bir ayağın şagird dayadı bura, 6-10 saniyə ərzində saxladı. Digər ayağında isə bir əlliyə statik vəziyyətdədir, hərəkətsiz qalır. Digər əli isə bir növ olaylanma, yayvari hərəkət icra edir. Olur qarışıq hərəkət. Yəni qarışıq hərəkət o dinamik statikin qarışığı, fəal qeyri-fəalın qarışığı yoxdur. Dinamiklə statikin qarışığı oldu. Bədən ərimə qabiliyyətini aşağıdakı hərəkətlərlə inkişaf etdirmək olar. Baxaq görə hansı hərəkətlərdir bunlar? Fırlanma hərəkətləri, dönmə hərəkətləri, qolaylandırma və yerlənmə hərəkətləri, ətrafların geniş amplitudalı yerlənmə hərəkətləri, körpü vəziyyəti, qolların dairəvi hərəkətidir, kürək üstə uzanmış vəziyyətdən ayaqların baş arxasında yerə toxundurulmasıdır. Kürək üstə uzanmış vəziyyətdən qalxaraq əllərin pəncələrə çatdırılmasıdır. Kürək üstə uzanmış vəziyyətdən ayaqların sağa sola aparılmasıdır. Əsas duruşdan qolların irəlidə aşağı və yuxarı yerləndirilməsidir. Yəni, bu hərəkətlərin köməyi ilə bədənin ərimə qabiliyyətini inkişaf etdirmək olar. Köməksiz əyilmələr, dönmələr və vurulmalardır. Geniş amplitudalı yerlənmə, olaylandırma, dönmə, vurulma, fırlanma hərəkətlərdir. Dartma hərəkətlərdir. Turnikdən sallanmalar, yerlənmələrdir. Yəni turnikdə dartınmalar yox, əksinə sallanmalar idmançı. Sallanır, turnikdən qalır. Sallanır, yerlənmələrdir. Bu hərəkətlərdə bədənin ərimə qabiliyyətini inkişaf etdirilmiş olur. Burada da əyani şəkildə bədənin ərimə qabiliyyətini inkişaf etdirən hərəkətlər də verilir. Ərgənlik sadəcə bir qabiliyyət deyil, bədənin sərbəstlik dilidir. Bədənin ərimə qabiliyyəti haqqında bu qədər hörmətli müəllimlər, növbəti dərslərdə görüşərik. Sağ olun.